götürürük B5-dəki piyadanı və burada görürük ki, əgər buradakı piyadanı götürsələr, biz buradakı topu götürürük. Bu olmasın deyə qaralar misal üçün belə oynayırlar. Belə dəyişikliklərdən sonra belə dəyişiklikdən sonra biz C4-dəki piyadamızı yenə də götürürük və burada qaralarda üstünlük olur. Çünki biz ata hücum edirik, at lövhənin qırağındadır. Qaralarda piyadalar bir xana və yaxud iki xana qabağa getməyib ki, fiqurlar fil inkişaf eləyə bilsin. Amma bizdə ağlarda mərkəzi zəbt eləmişik. Yəni D4 Y3 xanasındakı piyadalarla mərkəzi zəbt eləmişik. Ona görə də ağlar üçün burada vəziyyətdə inkişaf eləmək daha yaxşıdır. Amma əgər qaralar öz piyadalarını deməli A6 gedişi ilə yox, C6 gedişi ilə qorsalar, burada qaralar üçün lap pis olur. Çünki biz vurduqdan sonra onlar götürürlər B5-dəki piyadan və görürük ki, ağlarda bir piyada artıqdır və öz C4-dəki piyadasını qoruyublar. Burada bir gedişlik eləyir vəzir F3 və burada qaraların topu gedir. Əlbəttə, əgər qaralar qorunmaq xodu gedişat tapa bilsələr, oynayacaqlar fil B6, amma yenə də burada qaralar üçün heç nə yaxşı deyil. At D7 gedişindən sonra görürük ki, ağlarda bir fiqur üstündürlər və həm də ki, buradakı piyadalarını da təzədən götürə